Rusiyanın Ukraynada apardığı müharibənin Kreml üçün hansı məqsəd daşımasını sadə məntiqlə anlamaq çətindir. Çünki Kremlin nə səbəbdən müharibə aparması ilə bağlı irəli sürdüyü arqumentlər toplusu reallıqla təzad təşkil edir. Əgər Vladimir Putin Rusiyanı qərbdən gələ biləcəyi hipotetik təhlükədən qorumaq üçün Ukraynanın bir dövlət kimi məhv edilməsini çıxış yolu görürsə, o öncədən anlamalıydı ki, Ukraynanın ortadan qalxmasına ABŞ və Avropa imkan vermədikcə bunu həyata keçirmək mümkünsüzdür. Digər yandan, o bu qarşıdurma nəticəsində Rusiyanın böyük məhrumiyyətlərə düçar olacağını da dərk etməliydi. Ancaq Ukraynaya soxulmamışdan öncə Vladimir Putində hər şeyin rahat gedəcəyi əminliyi vardı və o, Qərbin necə davranacağını sanki öncədən bilirmiş. ABŞ prezidenti Joseph Bidenlə 2021-ci ilin yayında Cenevrada keçirdiyi görüşdən sonra Kremlin rəhbərinin bu xüsusdakı əminliyi daha da artmışdı. Rusiyanın təcavüzkar siyasətinin cavabını vermək üçün Qərb dünyasının Rusiyaya qarşı işə sala biləcəyi xeyli sayda qeyri-hərbi yollar olsa da, Qərbin avangardı sayılan ABŞ Kremllə çox yumuşaq davranıb. Ukraynaya hücumundan 6 ay sonra Rusiyanın nəfəsinin kəsildiyi bir vaxtda ABŞ Ukraynanı hərbi yardımsız qoymuş, Moskvanın özünə gəlməsinə imkan yaratmışdı. Bidenin Ukraynaya çay qaşığı ilə necə silah yardımı göstərməsini və vəd etdiyinin əksinə Ukraynalıları 8 ay silahsız qoymasını da unutmayaq. Trump'ın "Biz Ukraynaya 350 milyar dollarlıq təmənnasız silah vermişik" sözləri isə həqiqətdən çox uzaqdır. Beləliklə artıq 4 ildir ki, Rusiya böyük itkilər və iqtisadiyyatın geriləməsi hesabına öz ərazisi ilə müqayisədə cüzi miqdarda olan torpaq zəbt edib. Almaniyanın Beynəlxalq Təhlükəsizlik Problemləri İnstitutunun eksperti Yanis Klugenin hesablamasına görə, Rusiya Ukraynada apardığı müharibəyə təxminən 542 milyar dollar pul xərcləyib. Hələ buraya məhv edilmiş hərbi texnikanın və sənaye obyektlərinin dəyəri daxil edilməyib. Rusiyanın hərbi xərcləri 2021-ci illə müqayisədə 300% artıb. Kluge bildirir ki, Rusiyada toplanan vergilərin 44%, federal büdcə xərclərinin 39%-i müharibəyə sərf olunub. Düzdür, müharibənin Rusiya iqtisadiyyatına və onun demoqrafik vəziyyətinə göstərdiyi mənfi təsirlə müqayisədə bu cür ərazi qazanılması demək olar heç nədir. Amma hansısa böyük geostrateji layihələrin yerinə yetirilməsi sxemində Rusiyanın verdiyi və verəcəyi itkilər öz əhəmiyyətinə görə yalnız statistik məlumatlar sırasına daxil ola bilər. Ukraynada gedən müharibə lokal konflikt kimi təqdim edilsə də, artıq o yavaş-yavaş qlobal xarakter almağa doğru gedir. Şübhəsiz ki, ortada ABŞ-ın müəyyən geostrateji layihəsi var və burada Rusiyanın militarist güc kimi Avropaya qarşı durmasından tutum, ABŞ şirkətlərinin Rusiyaya böyük sərmayə yatırmasına kimi çoxsaylı siyasi-iqtisadi maraqlar ön planda dayanır. ABŞ-ın müharibəni dayandırmaq üçün irəli sürdüyü sülh təklifləri öz mahiyyətinə görə nəinki Ukraynaya, eləcə də Avropaya qarşı yönəlmiş qəsd planıdır. Ona görə də Berlində keçirilən görüş Rusiya üçün sərfəli olan sülh planının reallaşdırılmasına yönələn növbəti cəhd kimi dəyərləndirilməlidir. Zelenski müəyyən güzəştlərin müzakirə edilməsini istisna etsə də, Donbasın işğal edilməmiş 5600 kvadrat kilometr ərazisindən Ukrayna ordusunun geri çəkilməsini qətiyyətlə rədd edir. ABŞ və Rusiya istəyir ki, bu ərazilərdə silahsızlaşdırılmış iqtisadi zona yaradılsın. Moskva isə Rusiya Milli Qvardiyasının həmin ərazilərə yerləşdirilməsinə çalışır. Əlbəttə, belə bir absurd ideyanın gerçəkləşməsinə Ukrayna heç bir vəchlə razı olmaz. Son zamanlar bəzi Rusiyapərəst analitiklər Zelenskini hələ 2022-ci ildə Moskvanın şərtlərinə razılaşmamaqda ittiham edirlər. Onlar həmin dövrdəki siyasi hərbi vəziyyəti təhrif edərək deyirlər ki, güya İstanbul görüşündəki şərtlər Ukrayna üçün indiki ilə müqayisədə daha əlverişliymiş. Halbuki qətiyyən belə olmayıb və Rusiya bugünkündən fərqli olaraq daha ağır tələblər irəli sürürdü. Zelenski yaxşı bilir ki, Rusiyanın başlıca strateji məqsədi Ukraynanı bir dövlət kimi xəritədən silməkdir. Lakin indiki şərtlər daxilində buna nail ola bilməyəcəyini anlayan Kreml, maksimum güzəşt qoparmaq və sonraki işğal mərhələsinə hazırlaşmaq barədə düşünür. Çox təəssüf ki, ABŞ da ona bu işdə yardım edir. Hər necə olsa indiki ağır dönəmdə nəfəs alması, yenidən toparlanması, daha güclü və uzaq vuran silahlar istehsal etməsi üçün Ukraynaya vaxt lazımdır. Rusiya bunu bildiyi üçün Ukrayna ordusunun kəskin ixtisar edilməsini və uzaqmənzilli raketlərə yiyələnməsini qadağan edən müddəaların sülh müqaviləsinə salınmasını istəyir.
Ukrayna isə təklif edir ki, NATO-ya üzv olmaq əvəzinə kompromis variant kimi onlara NATO-nun 5-ci maddəsinə bənzər Avropa İttifaqı, Britaniya, Türkiyə, ABŞ və Kanada tərəfindən təhlükəsizlik zəmanəti verilsin və bu sənəd həmin ölkələrin parlamentləri tərəfindən təsdiqlənsin. Doğrusu, dünyadakı siyasi mənəvi atmosferin degradasiyaya uğradığı bir dövrdə veriləcək zəmanətə də etibar yoxdur. Əgər bir neçə ildən sonra Rusiya müxtəlif bəhanələrlə yenidən Ukraynaya hücum edərsə, zəmanət verən ölkələrin öz imzalarına xilaf çıxmayacaqlarının zəmanəti varmı? Elə götürək 1994-cü ildəki Budapeşt memorandumunu. Ukraynanın nüvə silahlarından imtina etdirən ölkələr 2014-cü ildə Krımın ilhaqına göz yummadılarmı? Odur ki, Ukrayna ordusunun ən müasir və ən güclü silahlara yiyələnməsindən etibarlı təminat yoxdur. Ukraynada bilməlidirlər ki, Rusiya Ukraynada müharibə aparmaqla fundamental tarixi səhv edib və bu səhvin gətirəcəyi fəsadlar hələ qabaqdadır. Müharibədən əvvəl Putin deyirdi ki, bizim başlıca məqsədimiz Ukraynadakı rusların qorunması, Ukraynanın hərbsizləşdirilməsidir. Lakin hazırda müharibə Rusları bir millət kimi demoqrafik çuxura salır və bunun ağır nəticələrini düzəltmək çətin olacaq. Yeri gəlmişkən Rusiya Baş Nazirinin müavini Deniz Manturov deyib ki, Rusiyanın sənaye obyektlərində, tikinti sahələrində və bir çox biznes sferasında işləmək üçün insan resursu çatışmır və təxminən 5-6 milyon nəfər işçiyə ehtiyac var. Onun sözlərinə görə, meydana gələn bu boşluq Hindistandan məhdudiyyətsiz sayda miqrant gətirməklə doldurula bilər. Manturovun söylədiyinin əksinə, son dövrlər Rusiyada bir çox müəssisə işçilərini ixtisara salmağa başlayıb. Müharibə uzandıqca Rusiyada müqavilə əsasında müharibəyə qoşulmaq istəyən küt beyinlərin sayı tükənir və hələ üstəlik onlara verilən pulların miqdarı da azaldılır. Buna baxmayaraq, Rusiya yenə cəbhəyə göndərməyə yetərincə adam yığa bilir. Üstəlik, məsələn, Hindistanlıların müharibəyə cəlb olunması ondan xəbər verir ki, Rusiya rəhbərliyi nə qədər sülhdən dəm vursa da müharibəni dayandırmaq niyyətində deyil.